Osmanlı İmperiyası, durğunluq dövrü. Əsası Oğuzların Qayıboyu tərəfindən qoyulmuş Osmanlı dövləti 1453-cü ildə Bizansın varına son qoyaraq, onun paytaxtı Konstantinopolu fəth eləmiş və bu şəhəri öz paytaxtına çevirərək İstanbul adlandırmışdı. 16-cı əsrdə hakimiyyətini 3 qitəyə yayan Osmanlı, deməli, hakimiyyətini nə zaman 3 qitəyə yayıbdı? 16-cı əsrdə. 17-ci yüzilliyin əvvəllərində də qüdrətini qoruyub saxlaya bilmişdi. Deməli, 16-cı əsrdə hakimiyyətini 3 qitəyə yaydı. 17-ci əsrdə öz qüdrətini qoruyub saxlaya bilmişdi. Osmanlı İmperiyası 16-cı əsrin sonlarında geniş ərazilərə malik qüdrətli bir dövlət idi. Səfəvlərlə müharibədə qalib gələn Osmanlılar Xəzər dənizinə qədər uzanan əraziləri tutmuşdu. Osmanlılar ticarət əlaqələrini genişləndirmək məqsədi ilə Volqa və Don çaylarını, həmçinin Aralıq dənizini Qırmızı dəniz və Hind okeanı ilə birləşdirəcək kanallar çəkilməsinə dair layihələri işləyib hazırlamışdı. Əvvəlki iqtisadi gücə malik olmayan Osmanlı dövləti bu layihələri gerçəkləşdirə bilmədi. Yeni dövrün başlanğıcında Osmanlı dövləti tarixinin durğunluq, daha sonra geriləmə dönəminə daxil oldu. Osmanlı dövlətinin zəifləməsinin, yəni durğunluq və geriləmənin səbəbləri var idi. Daxili səbəblər var, xarici səbəblər var. Demək, daxili səbəbləri nəyi deyirik? Mərkəzi hakimiyyətin nüfuzdan düşməsi, iqtisadiyyatın zəifləməsi, ordu quruculuğunda nöqsanların artması, kəndlilərin təhlükəsizliklərini təmin etmək üçün kütləvi şəkildə şəhərlərə köçməsi, elm və təhsil sisteminin tənəzzülünün başlanması. Gördüyümüz kimi, ölkə daxilində baş verən proseslərdir, daxili səbəb deyiriksə. Bir də var xarici səbəblər. Xarici səbəblər nə idi? Sərhədlərini genişləndirə bilməməsi, əhatəsində olan güclü dövlətlərlə rəqabət apara bilməməsi, böyük coğrafi kəşflərin nəticəsində dünya ticarət yollarının dəyişməsi, Avropadakı inkişafla müqayisədə geridə qalması, idarəetmə mexanizmlərini təkmilləşdirən Avropada mərkəzi hakimiyyətin güclənməsi. Diqqət edəriksə, xarici səbəblər digər dövlətlərlə bağlı olan səbəblərdir. Məsələn, sərhədlər başqa bir ərazi ilə bağlıdır. Əhatəsində olan yenə güclü dövlətdən kənarda qalması, coğrafi kəşflər nəticəsində dünya ticarət yolları bilirik ki, okeanlara açıldı, dənizlərdən okeanlara keçdi. Osmanlı dəniz dövləti idi, deməli, avtomatik Osmanlı kənarda qalmış oldu, yenə başqa bir ərazi ilə bağlı oldu. Avropadakı inkişafla müqayisədə, yəni Avropada inkişaf gedir, amma Osmanlı geridə qalıb, bu da yenə başqa dövlətlərlə müqayisə edir. İdarəetmə mexanizmlərini Avropa təkmilləşdirir, amma buna baxmayaraq Osmanlı geridə qalır, bu da başqa dövlətlə müqayisəsidir, ona görə bu xarici səbəb olmuş olur. Mərkəzi hakimiyyətin nüfuzdan düşməsinin əsas səbəbi taxta çıxan hökmdarın səriştəsiz olması idi. Belə ki, əvvəllər hökmdar olacaq şəxs vilayətlərə başçılıq edərək təcrübə qazandığı halda indi onlar qəfəs usuluyla tərbiyə olunurdu. Bəs qəfəs usulun mahiyyəti nədir? 1603-1617-ci ildə 1-ci Əhməd hakimiyyətdə olubdu. Demək, 1-ci Əhməd oldu 1617-də hakimiyyətdə. Onun dövründə qardaşlarını fiziki cəhətdən aradan qaldırma qaydası ləğv olunaraq qəfəs üsulu tətbiq edilməyə başlandı 17-ci əsrin birinci yarısında. Bu üsula əsasən taxta çıxacaq vələt saray hərəmxanasında yaşayır və mühafizlər adlanan xüsusi dəstə tərəfindən qorunurdu. Bu nədən qaynaqlandı? Xüsusən 1595-ci ildə 3-cü Mehmetin dövründə 3-cü Mehmet bir gecədə 19 qardaşını boğdurdu ki, yəni belə bir qayda var idi ki, onun yəni taxtına heç kim varis çıxmasın. Buna görə də elə bu hadisədən sonra artıq Osmanlıda belə deyək də böyük bir səs-küyə səbəb oldu. 3-cü Əhməd gəldikdə isə, 1-ci Əhməd gəldikdə isə belə bir qanun verdi, yəni digəri qardaşların, yəni taxta çıxacaq varislərin ölümünün qarşısını almaq üçün qəfəs üsulunu tətbiq elədi. Bayaqdan məsəl üçün bir hökmdar gedib vilayətlərə başçılıq eləməklə və ya da döyüşlərdə puxtələşirdisə, təcrübə yığırdısa, amma indi saray daxilində, ancaq saray daxilində böyüdü və təbii ki, belə hökmdarlar artıq, yəni bu qəfəs üsulundan saray daxilində böyüyən hökmdar, yəni bir igidlik nümunəsi göstərmədiyi üçün, bəlkə başa düşmədiyi üçün təbii ki də zəif hökmdar olmuş olur. Ona görə də qəfəs üsulu əslində Osmanlının elə idarəçinin zəifləməsinə gətirib çıxarır. Taxta çıxarılan az yaşlı hökmdarların adlarının validə sultanın, dövlət analarının, yəni validə sultanların dövlət işlərinə qarışmaları, sultanların hərbi yürüşlərdə ordunun başında olmamaları, rəhbər vəzifələri təyin olunma zamanı rüşvətin artması, sədr əzəmlərin, yəni baş vəzirlərin tez-tez dəyişdirilməsi də dövlət idarəçiliyinin zəifləməsinə səbəb olurdu.
Əhalinin xeyli hissəsi ehtiyat içərisində yaşadığı halda sarayda dəbdəbəli tədbirlərin keçirilməsi, hüquq sistemindəki özbaşınalıq xalqın dövlətə olan inamını azaldırdı. Osmanlı iqtisadiyyatının zəifləməsinin müxtəlif səbəbləri var idi. Sultanların tez-tez dəyişdirilməsi zamanı cülus bəxşlərinin artırılması. Cülus bəxşi nədir? Yeni taxta çıxan hökmdar, yəni belə deyək də, artıq taxta çıxır, cülus eləyir və sultan istər mülki, istərsə də hərbi məmurlara hədiyyələr paylayır. Yəni daha çox hədiyyə paylayır ki, özündən əvvəlki hökmdardan daha güclü görünsün, daha belə deyək də, daha çox rəğbət qazansın. Buna görə də çoxlu hədiyyə paylayır. O cülus da, o hədiyyə də hardan paylanır? Təbii ki, xəzinədən paylayır. Bu da təbii ki, xəzinənin yəni xəzinənin boşalmağına gətirib çıxarır. Böyük coğrafikaşlar nəticəsində ticarət yollarının dəyişməsi, gömrük rüsumlarının azaldılması, demək ticarət yollarının dəyişməsi, gömrük rüsumlarının azaldılması, baxın, gömrük rüsumu artırılmır, azaldılır. Axı bilirik ki, Osmanlı tarixən dəniz yolları onun ətrafından keçib deyə gömrük rüsumlarını çox qoyubdu. İndi amma ticarət yolları dəyişir deyə gömrük rüsumlarını azalır. Bu da yerli istehsalçıların müflis olmasına səbəb olurdu. Nəticədə Osmanlı pulları da dəyərdən düşürdü. İqtisadi durğunluq ordunun da zəifləməsinə gətirib çıxarmışdı. Digər tərəfdən əskərlikdə olmayanlar da təminatlarını yaxşılaşdırmaq üçün Osmanlı ordusunun əsas zərbə qüvvələrindən olan Qapıqulu ocaqlarına yazılıb imtiyazlardan faydalanırdılar. Deməli, Osmanlının əsas zərbə qüvvəsindən olan Qapıqulu ocaqlarına yazılıb imtiyazlardan faydalanırdılar. Kimlər? Əskərlikdə olmayanlar, öz təminatını yaxşılaşdırmaq üçün. Yəni bu nə deməkdir? Bir növ əskərlikdə olmayan, təbii ki, əskərlikdə olmayan, hərb sənətinin sirlərinə bələd deyil, hərbi cəhətdən zəif olanlar gəlib də Qapıqulu ocaqlarına yazılır. Bəs Qapıqulu ocaq Osmanlı üçün nə mahiyyət daşıyır? Belə düşünün də, bizdəki xüsusi təyinatlar kimi, yəni ordunun əsas zərbə qüvvəsi, əsas aparıcı qüvvəsi Qapıqulu ocaqlarıdır. Əskərlikdə olmayan da buradan yəni buraya yazılanlar, burada olanlara xüsusi hərbi təyinatlardır, onlara xüsusi elə bil ki, maaş verilir, xüsusi pul verilir. Əskərlikdə olmayanlar da gəlir, bura öz təminatını yaxşılaşdırmaq üçün adlarını bura yazdırırlar. Ki, yəni bunlara elə bir maaş verilsin, hərbiyə yazırlar, amma heç bir hərbidən heç bir anlayışları yoxdur. Bu da təbii ki, həmin o güclü qüvvəti dayaq olan o hərbi hissənin zəifləməyinə gətirib çıxarır. Deməli, bununla da ocaq dövlət üçündür əvəzinə artıq dövlət ocaq üçündür şüarı irəli sürülür. Yəni bayaqdan ocaq, Qapıqulu ocağı, əsas hərbdən yaxşı bilənlər, güclülər burada iştirak edib dövlət üçün çalışırdılarsa, artıq dövlət onlar üçün çalışmağa başladı. Osmanlı ordusunda Avropadakı kimi yeniliklər tətbiq olunmur, donanma get-gedə zəifləyirdi. Kənd əhalisi öz təhlükəsini təmin etmək üçün şəhərlərə köçürdü. Nəticədə kənd təsərrüfatı mallarının istehsalı azalır və şəhərlərdə işsizlik artırdı. Mədrəsələrdə dünyəvi biliklərə üstünlük verilməsi, beşik alimlik sisteminin tətbiq elm və təhsilin geridə qalmasına səbəb olurdu. Demək, mədrəsələrdə də dünyəvi biliklərə üstünlük verilirdi. Beşik alimlik sistemi tətbiq olundu. Bəs beşik alimlik nədir? 16-cı əsrdən tətbiq edilən bu sistemə görə alimin oğlu alimdir hesab olunur. Təhsillə yanaşı bu sistemdən dövlət idarəçiliyi də istifadə olunurdu. Yəni bu da çox mənfi təsir edən amillərdən biridir ki, düşünək, yəni elə birinin alimdirsə, o demək ki, onun oğlu da mı alim olmalıdır? Birin olsun ki, oxumuş, ali savadlıdır, alimdir, amma övladı oxumaya bilər, təhsildən tamamilə kənarda olmuş ola bilər, heç bir anlayışı olmaya bilər. Amma belə bir şüar var ki, istəyir savadın olsun, istəyir olmasın, alimin oğlusansa alimsən. Bu da idarəçilikdə də tətbiq olunur. Məsələn, bu vəzifədə olan adamın oğlu da bu vəzifədə olacaq. Təbii ki, bu da işini bilməyənlərin, bacarıqsız insanların vəzifədə olmağına gətirib çıxardır, dövlət idarəçiliyinin zəifləməyinə gətirib çıxardır. Bu səbəblərə görə Səfəvilər, Avstriya, Rusiya kimi güclü dövlətlərlə həmsərhəd olan Osmanlı, demək kimlə həmsərhəddir? Səfəvi, Avstriya, Rusiya. Daha öz sərhədlərini genişləndirmək gücündə deyildi. Xüsusilə də böyük coğrafikaşlar nəticəsində zənginləşən, hərbi işlə get-gedə üstünlük qazanan və mərkəzi hakimiyyətin gücləndiyi Avropa ölkələri ilə müqayisədə Osmanlı geridə qalmağa başlamışdı. Burada Osmanlı ordusunun döyüşləri təsvir olunubdur. Piyada döyüşçülər, atlı döyüşçülər, topçu döyüşçülər, eyni zamanda da donanma döyüşçüləri. 4 növ qoşun növü görürük. Eyni zamanda da hər birinin şəkli əks olunubdur. 17-ci əsrin birinci yarısında artıq belə deyək də Osmanlı durğunluq dövrünü
görürük ki, yaşayır və Osmanlı dövlətindəki durğunluğun qarşısını almaq üçün 17-ci əsrin ikinci yarısında Sədr Əzəm Köprülü Mehmet Paşanın başçılığı ilə islahatlar keçirilir. O, İslam alimləri arasındakı mübahisələrə son qoyur. Dövlət büdcəsindəki kəsirləri aradan qaldırır. Orduda ciddi nizam-intizam yaradır. Anadolu'daki üsyanlar yatırılır. Osmanlı ordusu Çanaqqalanı mühasirəyə almış Venesiyalıları darmadağın edərək onları işğal etdikləri adalardan vurub çıxardır. Bütün bunları eləyən kimdir? Köprülü Mehmet Paşadır. Demək, İslam alimləri arasındakı mübahisələrə son qoyur. Büdcədəki kəsirləri aradan qaldırır. Əvvəlcə narazılığa son qoyur, sonra büdcəni nizamlayır. Diqqət edir, yəni pul məsələsinə diqqət edir. Dövlətin dayağı ordudur, demək orada nizam-intizam yaradır. Bir də bir dövlətdə narazılıq varsa, üsyan var, təbii ki də üsyanları yatırır. Osmanlı ordusu Çanaqqalanı mühasirəyə almış Venesiyalıları darmadağın, demək Köprülü Mehmet Paşa 17-ci əsrin ikinci yarısında Venesiyalılarla savaşıbdır. Venesiyalıları darmadağın eləyir, onların işğal etdikləri adalardan vurub çıxardır. Kim? Köprülü Mehmet Paşa. Mehmet Paşanın vəfatından sonra onun oğlu Fazil Əhməd Paşa sədr əzəmlik vəzifəsinə gətirildi. Atasının yolunu davam etdirən Köprülü Fazil Əhməd Paşa Avstriya üzərində də bir çox parlaq qələbələr qazandı. Avstriya üzərində parlaq qələbələr qazandı və Krit adası Osmanlı ordusu tərəfindən fəth edildi. Yadımıza salaq, Avropada, dünyada yox, Avropada ilk mədəniyyət, Avropada ilk dövlət harda yaranıbdı? Krit adasında yaranmışdı. Sonra Eradan 3-cü minin birinci yarısında yaranmışdı. Sonra vulkan püskürməsi nəticəsində Krit mədəniyyəti məhv olmuşdu. Yunanistanın cənubundakı ada Krit adası. Həmin Krit adası Osmanlı ordusu tərəfindən fəth edildi. Nə zaman? Fazil Əhməd Paşanın dövründə. Neçənci ildə? 1669-cu ildə. Bu da bizim Köprülü Fazil Əhməd Paşamızdır. Deməli, Respublika və Rusiya ilə müharibədə Osmanlı ordusu öz üstünlüyünü bir daha sübut edə bildi. Ukrayna kazaklarının xeyli hissəsi Osmanlı dövlətinin himayəsinə alındı. Demək, Respublika hansı dövlətdir? Polşa Krallığı və Böyük Litva Knyazlığının birləşməsi nəticəsində yaranmış dövlətdir. Əvvəllər buna Lublin Uniyası deyirik, 1569-da bağlanıb, 1795-ə qədər mövcud olub. Demək, Respublika 1569-da 1795-ə qədər Polşa və Litvanın birləşməsi nəticəsində yaranmış dövlətdir. Demək, həm Respublika ilə, həm də Rusiya ilə müharibə apardı və Osmanlı ordusu öz üstünlüyünü bir daha sübut edə bildi. Ukrayna kazaklarının da xeyli hissəsi Osmanlı dövlətinin himayəsinə alındı. Nəyə diqqət edək? Demək, 17-ci əsrin 15, 16, 17-ci əsrin ikinci yarısında Osmanlı kimlə mübarizə apardı? Rusiya ilə müharibə aparıbdı. Bundan əvvəl dedik kimlə müharibə aparıb? Venesiya ilə müharibə aparıbdı, Avstriya ilə müharibə aparıbdı. Eyni zamanda Respublika ilə müharibə aparıb və öz üstünlüyünü göstəribdi. Bundan isə Avstriya, Malta, Venesiya, Respublika qorxuya düşür və 1684-cü ildə Roma papasının təşəbbüsü ilə, burada diqqət edin, təşəbbüskar Roma papasıdır, papanın təşəbbüsü ilə Osmanlıya qarşı müqəddəs birliyi adlı xassız ittifaq təşkil edir. 2 il sonra bu birliyə Rusiya da qoşulur. Demək, 1684-də Osmanlıya qarşı papanın təşəbbüsündən Mavr, Malta, A, Avstriya, V, Venesiya və R, yəni Respublika nə yaradır? Müqəddəs birlik yaradır. Bəs 2 il sonra buna kim qoşulur? Yəni 1686-cı ildə Rusiya bu birliyə qoşulmuş olur. Çoxsaylı ordu ilə Osmanlı torpaqlarına hücum edən müttəfiqlər Osmanlı şərqdən də müharibəyə cəlb etmək üçün müqəddəs birliyə qoşulmaq təklifi ilə Səfəvi sarayına elçilər göndərirlər. Bu zamanda Səfəvilərdə kimdir hakimiyyətdə? Təbii ki, Süleyman Şahdır hakimiyyətdə. 1666-dan 94-ə qədər hakimiyyətdə Süleyman Şah olub çünki. Süleyman Şah isə onlara cavabında biz zor gündə qan və din qardaşlarımızı arxadan vurmayacaq cavabını verdi. Biz ayrıca Səfəvilər öyrənəndə dedik ki, Süleyman Şahın eyni zamanda 2-ci Abbasın dövründə Osmanlılarla münasibətlər yaxşı olubdur. Elə bundan da əsaslandırırıq. 17-ci əsrin sonlarında müqəddəs birlik dövlətləri ilə müxtəlif cəbhələrdə müharibə aparan Osmanlı dövləti məğlub olaraq Avropada xeyli ərazilər itirdi. Bununla da Osmanlı dövləti durğunluq dövründən geriləmə dövrünə qədəm qoydu. Müqəddəs birliklə müharibə apardı və bu müharibədə Osmanlı dövləti məğlub oldu, Avropada xeyli ərazilərini itirdi. Bununla da durğunluq dövründən geriləmə dövrünə qədəm qoydu.
Xəritəyə diqqət eləyək. Deməli, Osmanlı müqəddəs birliklə müharibədə ağır məğlubiyyətə uğradı və 1699-cu ildə sülh müqaviləsi imzaladı. Neçənci ildə? 1699-cu ildə. Və bu sülh müqaviləsindən, Osmanlı dövləti Mərkəzi Avropadakı ərazilərinin xeyli hissəsini itirdi, qalib dövlətlərə güzəştə getdi. Və bununla da Osmanlı dövləti durğunluq dövründən geriləmə dövrünə qədəm qoydu. Demək, 1699-da artıq geriləmə dövrünə qədəm qoydu. Xəritə üzərində görək bunlar hansı ərazilərdir? Baxın, Dalmasiya. Bura Dalmasiyadır, Adriatik dənizinin üstündə. Burada Mariyadır. Dalmasiyanın iyası, Mariyanın iyası, demək Dalmasiya və Mariya. Dalmasiya, Mariya yarımadası. İya, Venisiyaya verildi. Dalmasiya, Mariya, Venisiya verildi. Gördüyümüz kimi İtaliyanın sağ tərəfində axtaracağıq bunları. Yəni Yunanistanın qərbində. Podoliya və Braslaviya, baxın Podoliyanın Po'su və Braslaviya, P-ın İngiltərə qarşılığı Podoliya və Braslaviya verildi Polşaya. Deməli, Polşaya verildi Podoliya və Braslaviya. Macaristan və Transilvaniya isə gördüyümüz bu ərazi, Macaristan və Transilvaniyanın Mərkəzi Avropada yerləşən bu ərazi isə Avstriya verildi. Deməli, Avstriyaya, Polşaya və Venisiya ərazilər güzəştə getdi. İndi danışaq Osmanlının geriləmə dövründən. Deməli, Osmanlı 1302-də yarandı, 1453-ə qədər yaranma dövrü oldu. 1453-1579 onun çiçəklənmə dövrü oldu. Yəni, Konstantinopolun tutulmasından sonra çiçəklənmə dövrünə qədəm qoyur, ta ki 1579-a qədər. 1579 16-cı əsrin, yəni artıq sonlarına doğru geriləmə, yəni durğunluq dövrünə dayanır, artıq inkişaf dayanır, durğunluq dövrünə qədəm qoyur. 1699-a qədər, 1699 Mərkəzi Avropada əraziləri itirməklə geriləmə dövrünə qədəm qoyur. 1699-dan da Yassı sülhünə qədər, 1791-ə qədər yaşayıbdı geriləmə dövrünə. İndi danışaq geriləmə dövründən. Osmanlı Sultanı 3-cü Əhməd Osmanlının beynəlxalq aləmdə itirilmiş nüfuzunu bərpa eləmək üçün tədbirlər görməyə başladı. 3-cü Əhməd 1703, 3-cü Əhmədin 3-ü, 1703-ün 3-ü, 30-un 3-ü, deməli 3-30-cu ildə də 3-cü Əhməd hakimiyyətdə olubdu. O, dövlətin itirilmiş beynəlxalq nüfuzunu bərpa eləmək üçün tədbirlər görür. Rusiyanın cənuba doğru artan təcavüzünün qarşısı alınır. Demək, nəyin qarşısı alınır? Rusiyanın cənuba doğru artan təcavüzünün qarşısı alınır. Belə ki, 1711-ci ildə 1-ci Pyotrun Prut yürüşü adlandırdığı hücum Rus qoşunlarının Osmanlı ordusu tərəfindən mühasirə alınması və məğlub edilməsi ilə nəticələnir. Demək, Prut yürüşü, Prut, Pyotr, P. 1-ci Pyotrun adlandırdığı Prut yürüşü adlandırdığı bu hücum Rusların məğlubiyyəti ilə nəticələnir. Osmanlı onları mühasirəyə alır. 1-ci Pyotrun Osmanlı sədrəzəminin qərargahına göndərdiyi Rus elçiləri barışıq imzalanmasına nail olurlar. Yəni, 1-ci Pyotrun Osmanlı sədrəzəminin qərargahına göndərdiyi Rus elçiləri barışıq imzalanmasına nail olurlar. Prut sülhü imzalanır. Bunu Rusiya mövzusunda da ətraflı öyrənəcəyik ki, 1711-ci ildə 1-ci Pyotr İsveç kralını təqib eləmək bəhanəsindən Qaradəniz ətrafı Osmanlı torpaqlarına hücum edir. Prut yürüşü adlanan bu hücum nəticəsində 1-ci Pyotr ordusu ilə birlikdə Prut çayı sahilində mühasirəyə düşür. 1-ci Pyotr mühasirədən çıxmaq üçün sülh bağlamağa çalışır. Osmanlı komandanı 1-ci Pyotr mühasirədə olduğundan xəbərsiz olduğu üçün sülh bağlamağa razı olur. Həmin ildə Osmanlı və Rusiya arasında Prut sülhü imzalanır və sülhə əsasən Rusiya 17-ci əsrin sonunda ələ keçirdiyi Azov qalasını Osmanlı dövlətinə geri qaytarır. Rusiya İsveç kralının ölkəyə qayıtmasına şərait yaradır. Demək, burada Azov qalası məhz Osmanlıya geri qayıdır. Bu, Osmanlı üçün müsbət nəticələnir. Təbii ki, müsbət nəticələndiyi üçün 3-cü Əhməd bu qələbədən ruhlanır və deyir ki, mən müqəddəs birliyin digər üzvlərinə qarşı, yəni Avstriya Venisiyanın müharibəyə başlasam qələbə qazanaram, ona görə də müharibə başlayır. Ancaq bu dövlətlərlə apardığı döyüşlərdə məğlub olur və Osmanlı dövləti Balkan yarımadasına xeyli ərazi itirir. Yenə də ərazi itirir, amma diqqət edin. Müqəddəs birliklə apardığı müharibə nəticəsində Mərkəzi Avropada xeyli ərazi itirir deyirik. Burada da Balkanlarda, Balkan yarımadasına xeyli ərazi itirir deyirik. Osmanlı Sultanı idarəçilikdə və daxili siyasətdə Avropa ölkələrinin təcrübəsini öyrənmək məqsədi ilə İngiltərə, Fransa, Avstriyanın paytaxt şəhərlərinə xüsusi nümayəndə heyət göndərir. Demək, 3-cü Əhməd
İngiltərə, Fransa və Avstriyanın paytaxt şəhərlərinə xüsusi nümayəndə heyəti göndərir təcrübə öyrənsin deyə. Avropa ölkələrindəki ordu quruculuğu, elmi yeniliklərlə yaxından tanış olurlar bu nümayəndələr. Osmanlı dövlətinin geriləməsinin qarşısını almaq məqsədilə Sədrəzəm İbrahim Paşanın başçılığı ilə islahatlar keçirilməsinə başlanılır. Deməli, ümumiyyətlə Sədrəzəm İbrahim Paşa 1718-ci ildə Sədrəzəm təyin olunubdur. Yəni 3-cü Əhmədin baş vəziri təyin olunubdur. Ona görə də 1718-1730-cu illər bir ilin mix sual olubdur. Deməli, İbrahim Paşanın bu dövrü Lalə dövrü adlandırılır. İbrahim Paşa həm İstanbul xiyabanlarında lalə gülünə əkilməsinə xüsusi diqqət yetiribdir. Buna görə yəni onun dövrü Lalə dövrü adlandırılır. Eyni zamanda onun dövründə bir sıra islahatlar keçirilibdir. Deməli, onun dövründə, elə Sədrəzəmliyi dövründə dünyanın elmlərə maraq artıbdır, dünyəvi elmlərə. Osmanlıda ilk mətbəə açılıbdır. Qara və Mərmərə dənizlərinin xəritəsi çəkilibdir. Çiçək xəstəliyinə qarşı peyvənd edilməsinə minlərlə insan həyatı xilas edilibdir. İstanbulda yanğından mühafizə dəstəsi təşkil olunub. Yadımıza belə saxlayaq. Deməli, ilk mətbəədə Qara Mərmərə dənizlərinin xəritəsini çəkmək. Deməli, İbrahim Paşa lalə dövrü deyirik. Lalə çiçəkdir, çiçək xəstəliyi, yenə çiçək. Və İstanbulda yanğından mühafizə, bu güllərin mühafizə üçün yanğından mühafizə dəstəsi təşkil olunubdur. Avropa memarlığı ilə tanışlıq nəticəsində İstanbulda yeni üslubda binaların inşasına başlanılıbdır. İbrahim Paşa İstanbul xiyabanlarında lalə gülü üslubunda bəzədilməsinə xüsusi diqqət yetirirdi. Buna görə bu dövr lalə dövrü oldu. Bayaq qeyd etdiyim kimi. İbrahim Paşa Osmanlının əvvəlki nüfuzunu dirçəldilməsinə, Avropada itirilmiş torpaqlarının qaytarılmasında deyil, boşalmış xəzinənin doldurulmağında görürdü. Xəzinəyə qənaət eləmək məqsədi ilə hətta bəzi yeniçəri birlikləri ləğv olundu. Lakin xəzinəyə daxil olan gəlirin çox hissəsi ordu quruculuğuna yox, daha çox tez-tez Sultan Sarayında Avropa elçilərinin də iştirak etdikləri dəbdəbəli əyləncələrə, ziyafətlərə xərcləndi. Deməli, xəzinəyə qənaət eləyir, bəzi yeniçəri birliklərini ləğv eləyir. Amma bu gələn gəliri xəzinəyə yox, daha çox, yəni xəzinəyə daxil olan gəlirləri orduya yox, daha çox nəyə sərf eləyir? Dəbdəbəli saray ziyafətlərinə xərcləyir ki, burada da Avropa elçiləri də iştirak edirlər. Sarayda çoxluq xərc tələb edən belə tədbirlərin keçirilməsi ölkədə narazılığın daha da artmasına səbəb olur. İstanbul əhalisi Səfəvilərə qarşı döyüşə gedəcək ordunun başında 3-cü Əhmədin getməsini tələb edir. Gündüz ordunun başında güya Səfəvilərə qarşı müharibəyə getdiyini nümayiş etdirən sultanın axşam qayıqla İstanbula qayıtması əhalinin səbrini tükədir. Bundan istifadə edən narazı yeniçərilər üsyan qaldıraraq 1730-cu ildə Sultan 3-cü Əhmədin və Sədrəzəm İbrahim Paşanın hakimiyyətdən uzaqlaşmasına nail olurlar. Və 3-cü Əhməddən sonra onun qardaşı oğlu 1-ci Mahmud Sultan elan olunur. 1-ci Mahmud ilk növbədə qiyamçı yeniçərilərin müqavimətini qırır, Lalə dövründə inşa edilən və üsyan zamanı dağıdılmış tikililərin bir çoxunu bərpa etdirir. Deməli, ilk növbədə qiyamçı yeniçərilərin müqavimətini qırır, Lalə dövründə inşa edilən və üsyan zamanı dağıdılmış tikililərin bir çoxunu bərpa etdirir. Demək, belə yadda saxlayaq, Əhməd gedir, Mahmud gəlir. 1-ci Mahmud Lalə dövründən fərqli olaraq ordu quruculuğuna xüsusi diqqət yetirir. O Nadir Şah Əfşarla sülh müqaviləsi imzaladıktan sonra, biz Nadir Şahda da bunu öyrənmişdik ki, 2-ci Sammirzə üsyanı zamanı Nadir Şah Osmanlılarla sülh müqaviləsi imzalayırdı. Deməli, Nadir Şah Əfşarla sülh müqaviləsi imzaladıktan sonra əsas gücünü Avstriyaya qarşı yönəldir. Balkanlarda ağır məğlubiyyətə uğrayan Avstriya sülh istəməyə məcbur olur. Deməli, 1-ci Mahmud Avstriyaya qalib gəlir, Avstriya sülh istəməyə məcbur olur. İmzalanan müqavilə əsasında Osmanlı dövləti Balkanlarda itirdiyi ərazilərin xeyli hissəsini geri qaytara bilir. Bu işdə 1-ci Mahmudun təşəbbüsü ilə dünya hərb tarixində ilk dəfə qumbara atanlardan ibarət ayrıca qoşun növünün qumbaraçar ocağını təşkil edilməsi böyük rol oynamışdı. Deməli, Osmanlı dövləti Balkanlarda itirdiyi ki, ərazilər var idi. Brut yürüşündən sonraki dedik, ruhlandı Əhməd və başladı Avstriya və Venesiya ilə müharibə apardı. Da Balkanlarda xeyli ərazi itirdi. İndi deyirik ki, 1-ci Mahmudun dövründə həmin Balkanlardakı xeyli ərazini geri qaytara bilir. Bu işdə 1-ci Mahmudun təşəbbüsü dünya hərb tarixində ilk dəfə qumbara atanlardan ibarət ayrıca qoşun növünün, qumbaraçar ocağının qumbaraçı Mahmud. Qumbaraçar ocağının da təşkil edilməsi böyük rol oynayır. Qumbara sözü xumepara, içərisinə pul qoyulan kiçik küp qab deməkdir.
Osmanlıda hər biri 25 nəfərdən ibarət olan 600 nəfərlik qumbaraçılardan ibarət xüsusi qumbaraçılar ocağı yaradılmışdı. Bu ocağın yaranmasında İslamı qəbul etdikdən sonra qumbaraçı Əhməd Paşa adını almış Fransız Bonnevalın böyük xidmətləri olmuşdur. O, Osmanlı tarixində ilk dəfə topçu məktəbinin açılmasına nail olmuşdu. Qumbaralar əl yaxud da minatanlar vasitəsilə atılırdı. Əmisinin İstanbulda apardığı abadlıq işləri 1-ci Mahmudun dövründə də davam elətdirilir. İstanbulda yeni kitabxanalar, həndəsənin geniş şəkildə tədris edildiyi xüsusi məktəb və kağız istehsal edən ilk müəssisə açılır. Demək, diqqət edək. İlk mətbəə 3-cü Əhmədin dövründə Lalə dövründədir. Amma yeni kitabxanalar, həndəsənin geniş şəkildə tədris edildiyi xüsusi məktəb və baxın, həndəsə də bu hərflə bağlıdır da. Demək, qumbaraçılar ocağı, həndəsə əlaqəli və kağız istehsal edən ilk müəssisə. Demək, ilk mətbəədən sonra da kağız istehsal edən ilk müəssisə açılıbdır. Kimin dövründə? 1-ci Mahmudun dövründə. Bu tədbirlər nəticəsində geriləmənin qarşısını qısa bir müddətdə almış 1-ci Mahmuddan sonra hakimiyyətə gələn sultanların dövründə Osmanlı dövlətinə yenidən siyasi iqtisadi böhranlar güclənir. Osmanlı sultanı ordusunun zəiflədiyini bilə-bilə 1768-ci ildə Rusiya müharibə elan edir. Müharibədə məğlub olan Osmanlı 1774-cü ildə Kiçik Qaynaca sülh müqaviləsini imzalamağa məcbur olur. 1768-ci ildə Osmanlı dövləti İngiltərə və Fransanın təhriki ilə Rusiya müharibə elan edir. Müharibə zamanı hərbi əməliyyatlarda üstünlük Rusiyanın tərəfində olur. Lakin Avropa dövlətlərinin təzyiqi, ölkə daxilində kəndli çıxışları Rusiyanı Osmanlı ilə sülh danışıqlarına başlamağa məcbur edir. Bu müharibədə 1774-də Kiçik Qaynaca sülhü imzalanır. Kiçik Qaynaca sülhünə əsasən Rusiya öz məqsədinə çataraq tarixində ilk dəfə Qara dənizdə üzmək, Bosfor və Dardanel boğazlarından sərbəst keçmək hüququ qazanır. Osmanlı dövləti Krım xanlığının müstəqilliyini tanıyır. Bununla da gələcəkdə Rusiyanın Krımı işğal etməsi üçün şərait yaranır. Rusiya Osmanlı imperiyasında yaşayan pravoslavlar üzərində güzəştlər qazanır. Bu isə onları Osmanlıya qarşı təhrik eləməyə şərait yaradır. Deməli, elə 74 Qaynaca sülhündən Osmanlı dövləti Qara dəniz sahillərində xeyli əraziləri itirir. Xəritə üzərindən də bu ərazilər verilibdir. Gördüyümüz kimi Şərqi Yedisan və Azov qalası burada göstərilibdir. Yəni Azov dənizinin yuxarısında, Qara dənizin üstündə Şərqi Yedisan və Azov qalası verilir Rusiyaya, qırmızı ilə verilənlər. Şərqi Yedisan və Azov qalası Rusiyaya verilir. Krım isə müstəqil elan olunur, amma Osmanlı Krımı da itirmiş olur. Hansı ki biz Prut yürüşündə dedik ki, Azovu geri qaytardı. İndi 1774-də Azovu itirdi. Rusiyanın bu müharibədə qələbəsi sonralar Şərq məsələsi adlanan siyasətini həll etmək üçün geniş fəaliyyətinə başlamasına səbəb olur. Bu siyasətin əsas mahiyyəti Azov və Qara dəniz sahillərini tam işğal edərək bu dənizlərə çıxış əldə etmək, Bosfor və Dardanel boğazları üzərində nəzarəti ələ keçirmək və Yunan layihəsini gerçəkləşdirmək idi. Bu layihə Avstriyada da razılaşdırılmışdı və Avstriyada razılaşdırılmış bu Yunan layihəsinə görə İstanbul işğal edilərək Konstantinopol adlandırılacaq və Rusiyanın himayəsi altında qurulacaq Bizansın paytaxtına çevriləcəkdir. Deməli, Bizans yaradılacaq, amma o Rusiyanın himayəsi altında olacaq və Konstantinopol da Bizansın paytaxtına çevriləcəkdir. Bu layihədə Avstriya isə Balkan yarımadasının qərbindəki torpaqların verilməsi nəzərdə tutulurdu. Yunan layihəsini Rusiya hökmdarı 2. Yekaterina və onun saray əyanı Potyomkin hazırlayıbdı. Onun əsas məqsədi nədir? Osmanlıya mənsub olan torpaqlar hesabına öz ərazilərini genişləndirmək, xristianları güya müsəlman zülmündən qorunmaq və Rusiyanı dünya pravoslavlarının mərkəzi eləmək, şərqdə yalnız Osmanlının deyil, Böyük Britaniya, Fransanın da nüfuzuna ağır zərbə vurmaq. Öz niyyətini gerçəkləşdirmə məqsədi ilə Çar Rusiyası Kiçik Qaynaca müqaviləsinə əsasən müstəqil elan edilmiş, təbii ki, dırnaqarası müstəqillikdir. Krım xanlığı da 1783-cü ildə işğal edərək yerli əhaliyə divan tutdu. Minlərlə Krım türkü Osmanlı dövlətinə sığınmaq məcburiyyətində qaldı. Krım xanlığının Rusiya tərəfindən işğalına etiraz olaraq Osmanlı dövləti 1787-91-ci illərdə Rusiya ilə müharibə elan etdi. Müharibəyə Rusiyanın müttəfiqi olan Avstriya da qoşuldu.
Avstriya ordusunu dalbadal ağır məlumatə uğradan Osmanlı dövləti Rusiya ilə döyüşlərdə uğur qazana bilmədi. Osmanlı ilə müqavilə imzalayan Avstriya müharibədən çıxdı. Demək 87-91 müharibəsinə Avstriyada qoşulur. Və diqqət edək, 89-da da Osmanlı hakimiyyətə 3-cü Səlim gəlir və bu zaman Avstriya döyüşlərdə ağır məlumatə uğrayır deyə 89-cu ildə taxta gəlmiş Səlimlə müqavilə imzalayaraq müharibədən çıxır. Amma Rusiya döyüşlərdə qalib gəlir və Osmanlı dövləti ilə 1191-də yas sülhünü bağlayır. Osmanlı dövlətinin belə deyək də, ən ağır şərtli müqavilələrindən biri olan yas sülhündən Osmanlıda artıq dağılma dövrünün başlanğıcı qoyulur. Yas sülhünün şərtlərinə əsasən Dnestr çayı Rusiya ilə Osmanlı arasında sərhəd olur. Deməli, hansı ərazi sərhəd olur? Dnestr çayı sərhəd olur. Gördüyümüz kimi bu da Buqdur, bu da Dnestrdir. Və deyir ki, Osmanlı dövləti Cənubi Buqdan Dnestr çayına qədər olan Qaradəniz sahillərinin Rusiya keçməsini qəbul edir. Baxın, xəritə üzərindən Osmanlı dövləti Cənubi Buqdan Dnestrə qədər olan torpaqların, Qaradəniz sahili torpaqların, deməli, Qaradəniz sahillərinin Rusiya keçməsini qəbul edir. Osmanlı dövləti Krımın və Şərqi Gürcüstanın da gördüyümüz kimi Krımdır və Şərqi Gürcüstanda Azərbaycanın şimal-qərbindədir. Rusiyanın himayəsinə keçməsini qəbul edir. Diqqət edək xəritəyə. Ümumiyyətlə, xəritə üzərindən görürük ki, bu narıncı yerlər Rusiya verilibdir. Baxın, xəritədə narıncı yerlərin hamısı Rusiya verilibdir. Eyni zamanda da bu yaşıl yer göstərilir ki, sadəcə bu yaşıl yer Osmanlıda qalıbdır. Və eyni zamanda da Cənubi Buq və Dnestr çayı arası ərazilərdə məhz Rusiya verilir. Beləliklə, yas sülhü ilə Rusiya Qaradənizin şimal sahillərində qəti olaraq möhkəmlənir. Rusiya Cənubi Qafqazda və Balkanlarda nüfuzunu daha da artırır. Osmanlı dövlətini bürüyən siyasi və iqtisadi böhran onun 18-ci əsrin ikinci yarısında Rusiya ilə müharibələrdə məğlub olmasına səbəb olur. Lakin bu dövrdə Şərq məsələsinin Avropa ölkələrinin xeyrinə həll olunmasına imkan verilmir. Belə ki, buna səbəb nə olur? Osmanlıya məxsus Misir uğrunda İngiltərə və Fransa arasında mübarizə gedir. Deməli, Misir Osmanlıya məxsus idi bu dövrdə də. Misir uğrunda İngiltərə Fransa arasında mübarizə gedir. Balkan yarımadasına yiyələnmək yolunda da, mesela bildik ki, Balkanlara uğrunda həmişə Avstriya müharibə aparıbdı. Avstriya ilə Rusiya bilirdik ki, müttəfiqdir. Demək, keçmişdə müttəfiq olan Avstriya və Rusiya indi Balkanlara yiyələnmək yolunda mübarizəyə başlayır. Bu da Şərq məsələsinin həyata keçirilməsinə mane olur. Sultan 3-cü Səlim Avstriya və Rusiya ilə sülh müqavilələri imzaladıktan sonra ölkədə islahatlar keçirməyə başlayır. Deməli, 91 yaz sülhünün imzalanması Osmanlı dövlətinin dağılma dövrünün başlanğıcı hesab edilir. 89-cu ildə taxta çıxan 3-cü Səlim Avstriya və Rusiya ilə sülh müqavilələri imzaladıktan sonra dövləti böhrandan çıxarmaq üçün islahatlar keçirməyə qərar alır. Yerli tacirlərin gəlirlərini artırmaq məqsədi ilə ölkə daxilində onların imtiyazları artırılır və xarici tacirlərin fəaliyyəti məhdudlaşdırılır. Deməli, yerlilərin artırır, imtiyazlarını artırır, xarici tacirlərin fəaliyyətini məhdudlaşdırır. Avropanın qabaqcıl ölkələrdə daimi fəaliyyətə başlayan Osmanlı səfirlikləri Səlim səfirlik S.S. orada baş verən prosesləri yaxından izləyir və Sultan sarayına məlumatlar göndərirdilər. 3-cü Səlim Osmanlının son dövründə Rusiya ilə apardığı müharibələrdə məğlub olmasının əsas səbəbini ordunun yeni dövrün döyüş üsullarının tələblərinə cavab verməməsində görürdü. Sultanın verdiyi fərmanla hərbi vəzifəni layiqincə yerinə yetirməyən hərbiçilərə verilmiş timar və ziyamətlər geri alınır. Deməli, sultanın verdiyi fərmanla hərbi vəzifəni layiqincə yerinə yetirməyən hərbiçilərə verilmiş timarlar, ziyamətlər geri alınır. Yeniçərilərə 3 aydan bir əlavə maaşlar verilməsi qaydası var idi ki, həmin qayda qadağan edilir. Avropa nümunəsində silahlanmış və yeni təlim görən yeni hərbi hissələr yaradılır. Bu hissələrdə xidmət edən hərbiçilərin maaşlarının ödənilməsi üçün xüsusi xəzinədarlıq təsis olunur. Yeni qumbaraçı məktəbi açılır. Diqqət edək, demək, Səlim yeniliklər, yeni qumbaraçı məktəbi açdırır. Bu məktəbin nəzdində istehkamlar qurulması ilə məşğul olan hərbiçilərin hazırlanması nəzərdə tutulurdu. Orduda hərbi təlimlər keçirilməsinin sayları artırılır.
Hərbi mühəndislik məktəbinin fəaliyyəti daha da gücləndirilir və donanmanın dəniz döyüşlərindəki yeni texniki tələblərə uyğun qurulmasına başlanılır. Ordu quruculuğundakı yeniliklər Misirə soxulmaq istəyən Napoleonun Əhməd Paşanın başçılıq etdiyi Osmanlı ordusu tərəfindən geri oturulmasında mühüm rol oynamışdı. Sonradan bu məğlubiyyətlə bağlı Napoleon demişdi, tale məni bir qocanın, yəni Əhməd Paşanın nəzərdə tutub deyir ki, əlində oyuncağa çevirdi. Amma diqqət edək, burada da İmperator Napoleon yazsa yanlışdır. Sadəcə olaraq Napoleon yazmalıdır. Avropa üsulu ilə qurulmuş yeni orduya daha çox üstünlük verilməsi, bunun üçün xüsusi xəzinədarlıq təhsil edilməsi Yeniçəriləri narahat etməyə başladı. Bir tərəfdən Yeniçərilər, digər tərəfdən mühafizəkar din xadimləri və saray əyanları xalqın yeni ordu üçün yaradılan xəzinəyə toplanan vergidən narazı olmasından istifadə edərək üsyan qaldırdılar. Deməli, diqqət edirik ki, burada xüsusi xəzinədarlıq təsis olunması, yeni tipli ordunun qurulması təbii ki, Yeniçəriləri, əvvəlcə qayıtda olan Yeniçərilər narahat edir. Bir tərəfdən Yeniçərilər, digər tərəfdən də mühafizəkar din xadimləri və saray əyanları xalqın yeni ordu üçün yaradılan xəzinəyə toplanan vergidən narazı olmasından istifadə edir, üsyan qaldırırlar. 3-cü Səlimin Yeniçərilərin bir qoşun növü kimi ləğv edilməsində və üsyanı yatırılmaqda qətiyyətsizlik göstərməsi onun hakimiyyətdən uzaqlaşması ilə nəticələnir. Demək, Yeniçərilər saraya hücum edir və 3-cü Səlim hakimiyyətdən gedir.